kofe hər biri mükəmməldir. Amma ən çox istifadə etdiyim bu aralar bromelinlə bir də qara çörək otu kofesidir ki, qara çörək otu kofesi də biraz bilirsiniz də bu aralar xəstəliklərlə bağlı gəzir. Mütləq və mütləq özünüz də uşaqlarınızla istifadə edin ki, xəstəliklərin aradan qalxmasını təmin edin. Bir də məncə üzüm gözəlləşib, həfsələ xam yoxsa yox. Məncə yanaq falan əmələ gəlibdir. Artıq üz masaj hərəkətlərinə başlamışam. Keçən səfər məhsullar qrupuna da yönləndirmişdim. Gözümün altında həddindən artıq çox qırışlar, indi biraz yatmışam deyə şişkinlik olubdu. Həddindən artıq çox qırışlar əmələ gəlmişdi və maşallah olsun ki, bir dənə xət belə qalmayıb. Hadi bismillah başlayırıq. Bizim mən bir balaca, Sərə xanım, siz istəyirsiniz danışın, mən danışsam axıra qədər danışacağım. Dayanmayacağım. Sonra inşallah mən Tamam, kaydı başlattık, senaryo edirim. Aha. Deməli, biz buradan kofelərimizi içib başlayırıq. Sizlər də oradan kofelərinizi gözəl şəkildə bu soyuq havada, bilmirəm, rayonlarda hava necədir. Bakıda günüz çox qəşəng idi. İndi isə dəhşətli dərəcədə külək idi. Yəni düşünün ki, külək az qalırdı ki, maşını aparsın. Bu küləkli havada isti evimizdə işimizi görürük. Mən kofemi içərək başlayıram. Sizlər isə içərək kofelərinizi qarşınıza qoyun, dinləməyə başlayın və qeydlərinizi də təbii ki aparmaq öz yerində. Artır burada sayımız. Həqiqətən də bizim komanda 4 ildir fəaliyyət göstərir bu sektorda. Çox özəl, gözəl, disiplinli, davamiyyətli işləyən bir komandadır. Kimlər gəldi, kimlər getdi. Bu 4 ildə sayısız hesabsız neçə şirkətlər gəldi. Nədənsə həqiqətən bəzən o qədər necə deyim, belə şaşırıram, türklər demiş, Azərbaycan dilində tapa bilmədim cümləni. Türklər demiş, o qədər qəribə oluram ki, müxtəlif şirkətlər gəlir, bir ay, 2 ay, yəni yüzlərlə, minlərlə insanlar gedib aldanır və yaxud da sistemin yeni olduğuna, yeni gələn şirkət olduğuna görə aldanıb gedirlər, amma bir şey əldə etməyib. Çünki həqiqətən də Azərbaycan bazarında yeganə və mən deyərdim ki, tək daha çox qazandıran bütün şirkətlər qazandırır. Biri var, sağlam şəkildə, biri var, necə deyim, daha çox avantajları yüksək olan şəkildə, asan şəkildə, biri də var ki, çox çətinliklə edəsən, o qədər maneələr, o qədər yəni əmmaları var deyilməyən. Yəni, nə demək istəyirəm? İnsanlar gedir, amma yenə də hər zaman yeni bir şirkət gələndə yenə o fikrə düşürlər ki, mən gedəcəm, orada daha gözəlini bacaracam, amma özlərini və komandalarını, hətta arxamızda bir insan, yanımızda bir insan belə getsə, o bizim bilirsiniz də komandamız hesab olunur. Komanda deyəndə ümumi 100 nəfər, 1000 nəfər, 10 nəfər nəzərdə tutulmur. Bir insan belə, 2 insan belə sizin komandanızdır. Və gedirlər, çox təəssüf edirəm. Çoxları ya artıq getdikdən sonra, necə deyim, ya network'a küsürlər, çünki alındıra bilmirlər. Və burada baxın, görün, gedən insanların, hansı ki, burada müəyyən yüksək karyerləridir. Hələ də aşağı karyerləri demirəm. Özlərindən bunu qəbul etmirlər. Ya mən yeni bir biznesə başladım, ya nə bilim xəstəlikləri bəhanə edirlər, ya nə bilim müvəqqəti ara vermişəm deyərək. Çünki artıq necə deyim, geri dönməyə üzləri olmur, amma burada üz olacaq bir şey yoxdur. İnsan hər şeyi deneyə bilər. Deneyə bilərsən, gedə bilərsən, işdir, düşünərsən ki, orada daha çox sənin şansın gətirər ki, zaten gedənlər şansı düşünən insanlardır. Amma şəbəkə yəni şans deyil. Home life şans deyil. Home life hərəkətdir, davamiyyətdir, disiplindir, sevgidir. Hər zaman işinin məsuliyyətini daşımaqdır. Ona görə dəyərli xanımlar, gedənlər yəni heç də pis olmasınlar, geri dönərkən işlərinə geri dönürlər. Mən gedənlərdən heç vaxtı, necə deyim, münasibəti də pozmuram. Çünki onlar məndən deyil. Bəzi insanlar deyir ki, mənim komandamdan getdisə, o insan mənim üçün öldü. Yox, insan da gedib deneyə bilər, gedib başqa iş seçə bilər və yaxud da muzlu iş seçə bilər, gündəlik bir iş seçə bilər. Amma məndən getmir, o insandan gedir. Yəni, dəyərli liderlərim, 4 ildir bunu biz görürük, görməyə də davam edirik. Çox xahiş edirəm, yeni aldadıcı şirkətlər gəlib, ay 20 manat, yəni qumar tipli şirkətlər daha çox artıbdır. Özünüzü, enerjinizi, nə bilim, komandanızı heyif etməyin. Davamiyyət olan yerdə, inanın ki, inkişaf da zaman olur. Unutmayaq ki, uğur sakit. Bir gün uğura nail olacağım deməkdənsə, hər gün ona bircə damcı, bircə addım, bir addım da demirəm, bir damcı ona doğru irəli get. Mütləq o uğur gec və yaxud da tez sənin olacaq.
İnşallah ki təlimlərimizə də start verdi. Davamiyyət baxın burada da öz sözünü deyir. Artıq bir aylardır biz bildiyiniz kimi təlimi dayandırmışdıq və indi artıq başlayırıq. Enerjimiz daha da yüksək, daha da təcrübəli, daha da bilirsizmi, insan bir yerdə davamiyyətini qoruyanda orada o uğursuzluqlar görəndə nə bilim zərbi daha da möhkəm şəkildə olur. Və sizlərə buradan daha möhkəm şəkildə qalxmağı, zaten möhkəmlənmişik. Daha yüksək enerji ilə işimizə davam, həqiqətən də davamiyyət. Bu günlərim 45 nəfərlə başladıq. Bir ay sonra görün indi bu təlimin kanalı neçə nəfər olacaq. Amma davamiyyətimizi qorursaq və buradan da sözümüzü verək ki, hər zamanki kimi təlimlərimizə start. Çünki o qədər yazanlar şəxsə bugün az girənlər ola bilər. Ola bilsin kiminsə interneti yoxdur, ola bilsin kimsə unudub. Çünki vərdiş artıq itib axı bizim əlimizdə. Biz o vərdişi unutmuşuq axı. Vərdişlə, davamiyyətlə həqiqətən də insan istədiyi hər bir nöqtəyə varar. Buyurun Çınarə liderim. Aha. Deməli, ilk öncə qeyd etdiyim kimi davamiyyətlə bağlı Vüsal xanım çox gözəl bir cümlə işlətdi. Hansı ki, davamiyyətin sonunda illaki nəticə var və nə edəcəyik? Davamiyyətimizi, disiplinimizi qoruyaraq yenidən ayağa qalxıb daha enerji şəkildə fəaliyyət üçün bərkət verəcək. Mən dinlədiyim bir təlimdən hansı ki, yeni era ilə bağlı bir fikirlərimi bölüşüm, sonra inşallah işləmə prinsipi haqqında bilgilərimi və yaxud da ki, mənim hal-hazırda necə çalışma və yaxud da ki, nəyi necə etdiyim üzərindən də öz fikirlərimi bölüşərək siz də örnəklərinizi inşallah götürməyi təmin edərsiniz. İlk öncə yeni era haqqında bir məlumat vermək istəyirəm ki, bildiyiniz kimi HOM-un bir dəyişim baş verdi. Biz zəlzələ deyək, biz ona hansı tərəfdən baxsaq, təbii ki, o tərəfdən də onu böyütmüş oluruq. Bəzimiz, əksəriyyətimiz zəlzələ kimi baxdığımız üçün bunlardan biri də mən olduğum üçün artıq zəlzələdə həqiqətən də o zəlzələnin hər dəfəsində dalğası məni tutmayacaq halda fəaliyyətimi davam etdirərək istədiyim nəticələri almama baxmayaraq bu dəfə mənim qəbul etdiyim o zəlzələ məni də dalğası bayağı bir vurmağı, amma təbii ki lider kimdir? Lider çox gözəl bir dünənləri Çiləm xanımın təlimində çox gözəl bir cümlə işlətdi ki, hədəfini belirlə, yol yox. Durgun dönemde gemi kaptanı belli olur. Tabii ki biz özümüzü belli etmeye adına her birinize ait. Bu 3-5 insanınız varsa artıq deməli o 3-5 insanınız Allah izniyle daha çox kütlə, daha çox insan kütləsinə çevrilməyi təmin edəcək. Amma siz özünüzü tanıdıqdan, siz öz fəaliyyətinizi davam etdirdikdə və siz inancınızı hər daim diri saxladıqdan sonra nə edəcəksiniz? Bu yeni eranı mənim kimi yeni bir era, yeni bir işləmə prinsipi, yeni bir qazanc planı, yeni bir həyəcan, yeni bir arzu, yeni bir inkişaf, yeni bir irəliləyiş və o arzuna doğru nə dərəcədə fəaliyyətini davam etdirə bilərsən. Bildiyiniz kimi ümumiyyətlə yaşam tərzində də deyir ki, yenidən doğuldum. Elə insan var ki, gəlib deyir ki, 30 yaşımda həyatımda bir şeylər baş verdi. Mən o qədər belə ondan bir örnək çıxartdım. Mən həyata yenidən tutundum, yenidən doğuldum, yenidən başladım. Yəni bu yaxşı başına gəlmiş yaxşı hadisə də ola bilər, pis hadisə də ola bilər. Amma ən əsası ondan ibarətdir ki, o hadisədən çıxartdığı nəticə önəmlidir ki, o önəm üzərindən də fəaliyyətini davam etdirərək ikinci erasını, ikinci o yaşam tərzini daha mükəmməl etmək üçün fəaliyyətini davam etdirir. Bu həyatda da belədir və bizim də HOM-un ikinci erası deyəlim buna. Niyə? Çünki 4 illik bir işləmə prinsipi var, 4 illik bir alışqanlıq var, 4 illik bir qazanç planı var. Təbii ki, qazanç planında məsələn biz bunu 2 dəfə görmüşük. Bir dəfə Sara Akik diye adı altında bir qazanç planımızda ilk rütbəmiz Sara Akik idi. Sonra təbii ki, keçdik səhv etmirəmsə İnciyə. Artıq unutmuşam. Çünki mən keçmişi unutmasam gələcəyə odaklamaram. Keçmişi nə qədər tez unudacaqsınız, gələcəyinizi o qədər də mükəmməl şəkildə qurmağı bacaracaqsınız. İkinci qazanç planı təbii ki, İnci falan oldu və hal-hazır sonra Akik oldu elə səhv etmirəmsə. Qatmışam artıq maşallah olsun bu 4 ilə və hal-hazırda qazanc planımızda ilk rütbəmiz stardı və onu daha sevərək, daha çox mənimsəyərək, daha çox işinə adaptasiya olaraq və yeni eranın özüm üçün o yaşam tərzindəki proseslər kimi mən də buradan özümə örnəklərimi götürüb ikinci erada da həyatımı istədiyim kimi bu sektor sayəsində gələcəyimi təmin edəcəm, istədiyim arzuları reallaşdıracağım, istədiyim yaşam tərzinə malik olacağım deyə başlayıb 2026-dan təbii ki artıq hədəflərimi də belirləmişəm. Mən buradan göstərmək istəyirəm yazdığımı. Yəni görüm necə göstərim. Biz kimi yazmışam. 2026 hədəflərini belirlə, yoluna inanarak devam et. Daha çox
xəyallarını reallaşdır. Satışa öncə zehnini hazır olmalı. Satış səni yordusa, deməli satışı bacarmırsınız. Bunun üzərindən bir fikirlərimi bölüşmək istəyirəm. Hansı ki, hədəfini bəlirlə, yoluna inanaraq davam et. Çünki istənilən prosesdə, istənilən sahədə sən birinci növbədə o sahənin peşəkarına çevrilib, nə dərəcədə o sahədə uğurlusan və uğurlu olacağına inanarsansa, o sahədə istədiyin nəticələri də almış olursan. İkinci, daha çox xəyallarını reallaşdır. Artıq bu günə qədər reallaşdırdığım bütün xəyallar bitdiyi üçün, limit dayandığı üçün insan yeni bir xəyalını reallaşdırmaq üçün fəaliyyətini, çünki insan tənbəldir, insan unutqandır, insan hərəkətsizdir, insan əlindəki fürsəti çox təəssüf olsun ki, dəyərə çevirməyə bacarmır və insan bir dəfə qədir bilir. Çox təəssüf olsun ki, əlindəkini itirdikdən sonra qədir bilməyi təmin edir. Ona görə də daha çox xəyal quracaqsan ki, o xəyalın içində fəaliyyətini davam etdirərək, o xəyalın içində gələcək təmin edirsən. Satışı öyle zehninə hazır strategiyası üzərində fəaliyyətə davam etdirməkdir. Və satış dediyin sadəcə sənin satdığın məhsullar deyil, yaratdığın satışdan söhbət gedir. Və nə gözəl bir cümlə deyir. Deyir, satış səni yordusa, deməli artıq insanlara çatmaq, insanlara yetmək, insanlara bu işin mahiyyətini anlatmaq, işin gedişatını anlatmaq, onlara buradakı imkanları və ya da negativlərini təmizləmək əgər səni yordusa, deməli ümumiyyətlə sən satışı bacarmamısan. Yəni satış içində işini sadəcə bir dönəm olaraq fəaliyyətini davam etdirirsən və nə edəcəksən? Bu işi həqiqətən sevəcəksən. Məsələn, mən çox sevirəm ləkə çıxarıcını təqdim etməyi. Adi bunun özü belə bugün mənim bu ləkə çıxarıcını alıb istifadə edib sevə-sevə təqdim etməyim mənim bir satış strategiyasını doğru bilməyimdir. Bugün mənim insana yetməyim, çatmağım ki, bacaracaq, qazanacaq, böyüyəcək. Mən də sənin halındayam. Bu prosesləri birlikdə aradan qaldıracaq. Bir addım at, yavaş-yavaş deməyim bir satışın inşallah strategiyasını qurmaqdır. Bugün bir insana deməyim ki, bizim xəyalımız var, biz bu xəyal reallaşdıracaq, sən yetişdirməli, sən sərşarlıq, sən maşın istəyirsən. Artıq bunların özü satış strategiyalarına inanmaq və onun səni yormadan insanlara çatmaq deməkdir. Ona görə nə edəcəksən satış strategiyalarında mənimsəyib artıq satışı bacardığınızı, çünki siz bu işlər üçün doğulmusunuz. Bugün 48 nəfər burada inşallah daha çox sayımız olacaq. Çünki bilirəm ki, hər təlimə başladıqda az insanla başlayıb daha çox kütləyə getməyimizi təmin edirik. Və buradakı 48 nəfər, 2 nəfər çıxıram, 46 nəfər bugün burada varsa, deməli həqiqətən də bu işin peşəkarlarıdır. Həqiqətən də bu işdə qazanmaq istəyənlərdir. Həqiqətən də bu işin gələcəklərini qurmaq istəyənlərdir. Bu iş sayəsində həyatını dəyişmək istəyənlərdir. Bu iş sayəsində gələcəyini təmin etmək istəyənlərdir. Ona görə nə edəcəksiniz? Ona görə maksimum satış səni yormayacaq. Çünki həyat zaten bizi bir qadın olaraq, bir ana olaraq, bir ailə başçısı olaraq, bir yaşam tərzi olaraq zaten həyat bizi yorur və biz yorğunluğa rəğmən irəli getməyə bacarırıqsa, o zaman burada da yorğunluğu deyil də irəli gitmək təmin edəcək və istədiyim təşkilatlarından çox gözəl startlar var. Onun haqqında fikirlər bölüşmək istəyirəm. Yəni yeni era dediyim, yeni erada 4 il bundan öncə bir kütlə var idi ki, o insanlar qazanmağı bacardı. Niyə? Onlar inanmağı seçdilər. Ona görə də qazanmağı bacardılar və yeni erada da əmin olun ki, bəlkə də o kütlədən yeni bir kütlə üzərinə gəlib qazanmağı bacarmaq istəyən sizlər arasında yeni insanlar, təzə gələn insanlar, yeni təlimə qoşulan insanlar və ya artıq 1 aydır, 5 aydır, 1 ildir burada fəaliyyətini davam edən xanımlar var ki, siz də yeni eranın inşallah qazananları sırasında ola bilərsiniz. Amma bunu necə qəbul edib, necə fəaliyyətini davam etdirib, hansı inancla yolunuza davam edib və arzunuzu necə bəlirləyib, onun üzərində də fəaliyyətini davam etdirməkdən təbii ki, asılıdır. Keçim bir balaca dünənki təlimdən də deyib, sonra inşallah işləmə prinsipinə keçəcəm. Durğun dönəmdə gəmi kapitanı bəlli olur demək nəyin göstəricisidir? Ola bilər yorulduğumuz anlar olur, mən də yorulduğum anlar olur, mənim də bezdiyim anlar olur, mənim də sıxıldığım olur. Hətta 4 il istekrar həyatımda ilk dəfə bayağı bir özümü saldım, bayağı bir saldım. Toparlaması bir ay falan çəkdi, amma ən azından inancım və arzum diri olduğu üçün bu sektorda hər şey insan üçündür deyib, hər başımıza gələn problemlər, proseslər, gedişatlar, yaxşılar, pislər, negativlər, pozitivlər hər biri insana məxsus olduğu üçün mən bunu dərk edədiyim üçün inanaraq yoluma davam etməyə bacardım. Amma çox gözəl bir dünən təlimdə bir daha nə yaxşı davam etməyi və nə yaxşı da inanmağı və nə yaxşı da ki, gözəl olacağına inancımı bir gün belə məhv etməməyi
çox şükür etdim. Niyə? Çox gözəl bir cümlə işlətdi. Nuh peyğəmbərlə hər kəs dalga keçdi. Deməli, Allah tərəfindən vəhy gəlinərkən Nuh peyğəmbərə ki, bəs artıq qövm azğınlaşıb, artıq inanc azalıb, artıq insanlar belə bir növ hadağadan çıxıb, artıq gəmi düzəlməlidir və bu gəmiyə də inananlar və yaxud da ki, hər hansı bir heyvanlardan falan, yəni cütlülər götürüləcək üçün, çünki çox azğınlaşmış baş vermişdi və çox gözəl bir cümlə orada dünən təlimdə çox gözəl bir cümlə işlətdilər ki, hər kəs Nuh peyğəmbərlə dalga keçdi. Baxın, bugün bizim işimizdə köhnədən olan xanımlar, təzə yeni gələn xanımlarımız, bu işin mahiyyətini yavaş-yavaş anlayan xanımlarımız, yoldaşı tərəfindən boş şeydi deyən xanımlarımız, çevrəsi tərəfindən boş şeydi deyən xanımlarımız, ilk öncə nəzərinizə çatdırım ki, ta o zamanlardan belə peyğəmbərə belə inanmayan və onunla dalga keçən minlərlə insan oldu. Amma o neynədi? O inancını, arzusunu, istəyini, missiyasını yerinə yetirmək adına fəaliyyətini davam etdirib kənara deyil də inancına fokuslandığı üçün artıq o gəmini bitirib də artıq insanları oradan xilas etməyi də bacardı. Çünki inancı və arzusu üzərinə. Gəmini hər kəs üçün hazırla. Çox gözəl bir cümlədir. Gəmini hər kəs üçün hazırladı, amma buradan hansı qənaətə gəlirik? Qarşıda çıxan fürsət hər kəs üçün bir fürsətdir, amma seçim bizlərə buraxılır. Biz seçimimizi nəyin üzərindən irəlilətsək, biz seçimimizi necə seçməyə bacarsaq, biz necə həqiqətən də bu yolda nə istədiyimizi bilib də onun üçün mücadiləmizi hər gün davamlı və disiplinli şəkildə davam etdirsək, bu 4 ildə Sərə xanım çox gözəl bir deyimə deyindi ki, kimlər gəldi, kimlər getdi və hər dəfəsində gedən insanların qazanmamağına rəğmən ikinci problemdə, prosesdə yenə də insanlar getdi, yenə də insanlar getdi, yenə də insanlar getdi və ən özəli bilirsinizmi nədən ibarətdir? Ən özəli ondan ibarətdir ki, Qom bu qədər getmələ rəğmən hələ də ayaqda durmağı bacarır. Hələ də inkişafını yenidən bir mücadilə, mübarizə, nə olur olsun sonuna qədər dirənmə, nə olur olsun, yəni biz bilirik o check-upda nələrin baş verdiyini, necə mübarizələr, necə yəni istədiyini almaq üçün necə insanların, şirkət qurucularının necə mücadilə etdiyini görürük. Əgər onlar bu qədər olumsuzluğa rəğmən, bu qədər kütlənin ayağa qalxmasına rəğmən, bu qədər tökülmələrə rəğmən, bugün mənim komandamdan bir komanda, Füsələ xanımın bir komanda, nə bilim, digər liderlərin komandalarından bir komanda olanda gör şirkətə nə qədər dərin bir zərbə vurulmuş olur. Əlbəttə ki, onlar belə hələ də mücadilələrini davam edib yenə istədiklərini alacaqlar düşünürlərsə, o zaman niyə mən də seçimi özümə buraxıb, gəmini onlar düzəldiblər deyək ki, və seçim mənə buraxılıb, mən o seçimdə inanmaq və çalışmağı seçməyi seçirəm. Çünki mən bilirəm ki, hər işdə nə qədər inanc, nə qədər davamiyyət, nə qədər disiplin, nə qədər inanc, o qədər də gəlir, o qədər də imkan. Və sonra bir də çox gözəl bir cümlə işlətdi. Bunu hər birinizə deyirəm. Lider ümumiyyətlə öncə görməlidir. Lider ümumiyyətlə qarşıda çıxan problemləri, prosesləri artıq öncədən görüb də onun önləmini almalıdır ki, istədiyi biraz daha az zərbə ilə o ekibini qurtarmağı bacarsın. Gəmi fırtına zamanı. Çox gözəl bir cümlədir. Yəni sən artıq elə bir strategiya ilə irəliləyib, elə bir komandanı doğru qurmağı və o komandanın inkişafını doğru irəlilətməyə bacarmalısan ki, bu sadəcə Çınarıya, Füsaliyə, Həyata, Aysuya, Gülərə, Ayşəyə aid deyil ha xanımlar. Bu bir sarı akik, yəni star. Bu bir star. Star lideri artıq bir ekip, mən keçən səfər güc və zəkada da bu barədə fikirlərimi bölüşmüşdüm ki, star artıq bəlirli bir komanda rəhbəri və arzusu o starı açmağı bacarıb, ən azından 3-5 insanı bu kütləyə, daha doğrusu bu sistemə daxil etməyə bacarıb və onlara arzu yaratmağı bacarıbsa, artıq sən bir lidersən, mən bir liderəm, o bir liderdir. Mənim səndən öncə gəlməyim və yaxud da mənim səndən üst kariyerdə olmağım heç nəyi dəyişmir. Heç nəyi dəyişmir. Mənim üçün də, sənin üçün də sistem eynidir. Mənim üçün də, sənin üçün. Mənim biraz daha çox məsuliyyətlərim var. Daha çox insana yetirəm, daha çox insana çatıram. Sən daha çox az insana çatırsan. Amma aşağı yuxarı ikimizin də missiyamız eynidir.
Missiyamız eynidir. Ona görə də nə edəcəksən? Gəmi fırtına zamanı hazırlanmır. Artıq elə bir doğru struktur, doğru irəliləmə prinsipindən çalışacaqsan ki, elə bir liderlər yetişdirəcəksən ki, birlikdə fəaliyyətini davam etdirərək əl elə verib daha gözəl nəticələrini paylaşacaqsan. Mən buna inanıram. İnandığım üçün də hər daim istədiyim arzuya çatmaq üçün gecəmi gündüzümə qatıb həqiqətən də istədiyim nəticələr yolunda fəaliyyətimi davam edirəm. Və gecə işləmə prinsipindən bağlı 1, 2, 3, 4, 5, 6. 6 bir prinsip var ki, bizi arkaya çeken, bizim fikirlerimizi bir növ arka plana koyan ve bizi geriye çeken bir prosesler, bir problemler var. Çalışın ümumiyyətlə kenar düşüncelere, kenar stratejik planlamalara, kenar insanları da dinlemeye çalışın. Mesela çok güzel networkerlar var, şəbəkəçilər var, amma bir şey nəzərinizə çatdırım ki, o danışan networkerlar istər bu Seçkin Kalkanoğlu olsun, istər məsələn Fatih Çoban çox gözəl bu aralar Gülçin liderimə də təşəkkür edirəm. Təzə sevdirib onu mənə qruplara ata-ata, direktora namizəd qrupuna falan ata-ata mən artıq onu başlamışam yavaş-yavaş izləməyə, ondan bir şeylər götürməyə. Amma bir şey nəzərinizə çatdırım ki, hər kəsi dinləyə bilərsiniz, amma hər kəsdən öncə sizin tecrübelerinde daha güzel nəticələr alırsınız. Çünkü en güzel təlimçi elə sizin özünüzsünüz. En güzel idarəçi elə sizin özünüzsünüz. En güzel inkişafçı elə sizin özünüzsünüz. Ona göre en güzeli hansı uşaq daha savadlı, daha bilgili olur ve daha profesyonel, daha çok o yaşta olmasına baxmayaraq diğer uşaqlardan daha çok seçilir. Bilirsiniz hansı uşaqlar? Özünü daha çok geliştiren uşaqlar. Nənə babanı dinleyip de analiz etmeye bacaran uşaqlar. Yani veyahut da ki mən dünən bir Instagramda belə bir video baxdım. Uşaqların hardasa var 3 aylıq, 4 aylıq uşaqlarda ikizlərdir və məhtər qalıram. Uşaq gedir bacısının saçını yolmağa başlayır. Ana oradan deyir ki, nilzya Rusçadır, nilzya olmaz, yəni əlini vurma, adam bacısını incitməz, öp, qucaqla, sığalla. Yəni ana görür ki, uşağın saçını yoluq eləyir və o uşaqlara belə sonra ikinci, üçüncü postlarında, irəliləyən postlarında çox gözəl şəkildə uşaqlar gedirlər. İndi 4 aylıqdır səhv etmirəmsə, balaca uşaqlardır. Gedirlər, onların kaçelyaları var. Stola çıxırsa, kiçik kaçelyasında qəşə-qəşə öz üçün yerlənir. Sonra gəlir iqruşkaları var, daxil olurlar, iqruşkalarla oynayırlar. Belə baxıram ki, məsələn mən öz bir ana olaraq mən baxıram ki, mən uşağım 5-də oxuyur, biri 7-də oxuyur. Tamam 7-də oxuyanı indi böyük oğlumu biraz daha sərbəst böyütməyə təmin etmişəm. Amma balaca 5-də oxuyur. Az qalarım yeməyi də mən yedizdirəm. Əlbəttə ki, bu həyatda mövqeyi nə tapa bilər ki? Nə tapa bilər ki? Və onun üzərində təbii ki, çalışıram. Niyə? Atası biraz onu daha çox erkəsöyünü öyrətdiyi üçün. Yəni, nə etməyə çalışıram? Ən gözəl mentor sizsiniz. Ən gözəl sizin təcrübələrinizlə hər kəsi dinləyəcəksiniz. Çınarəni, Füsayləni, Fatih Çobanı, nə bilim, Seçkin Kalkanoğlu'nu, Aysun'u, Güləri, Ayşəni, hər kəsi dinləyəcəksiniz. Amma illa ki, özünüzdə insan rezultatlarına çalışaraq, insanlarla davranaraq, onları özünüzə qavrayıb, özünüz üçün örnəklərinizi götürüb təcrübələrsiniz. Çünki siz hər kəsdən güclüsünüz. Biri digərindən daha tez gəlib də, biri digərindən daha gözəl danışıb da, biri digərindən daha çox çalışıb da deyil. Hər biriniz bireysel olaraq buradakı hər kəs öz üçün ən güclü və ən bilgili, ən savadlı bir liderlər sırasında və silsiləsindədir. Sonuçlara odaklanmaq. Keçək birinci prinsipimiz ən böyük yanlışlardan biri işləmə prinsipində sonuçlara odaklanmaq və insan nə istəyir? İnsan sonuca odaklanır. Mən təlimdəyim. Mən bu rütbəni istəyirəm, mən bu gəliri istəyirəm, mən bu imkanı istəyirəm, bu ekibə mən olmadıqda çox təəssüf olsun ki, artıq motivasiyadan düşmək, istədiyi nəticələr üzərində davamiyyətini, disiplinini dayandırmaq, inancını azaltmaq, fəaliyyətini dayandırmaq və hansı nəticə gəlib çıxardır, artıq o sektorda da uğursuz olmağına gətirib çıxardır. Ona görə nə edəcəksiniz? Sonuçlara odaklanmayacaqsınız. Niyə hər dəfəsə deyirik ki, bizim planlarımız bir həftəlik, bir aylıq, bir illik və 5 illik. 5 illik. Çünki bugün mən özümə sual verəndə Çınarə, sən 5 il qoyduğun hədəflərin hər birini yerinə yetirdinmi?
Baxıram, görürəm ki, 5 ildə qoyduğum maşını yerinə yetirdim. Baxıram, görürəm ki, 5 ildə televizor yerinə yetirdim. Baxıram ki, 5 ildə soyuducunu yerinə yetirdim. Baxıram ki, 5 ildə gəzmək, süzməkdən ötürü ürəyim gedən birisi olaraq 5 ildə Azərbaycanın çox bölgəsini, Türkiyəni, Dubayı, 5 ildə etdim və mənim nəyim qaldı? Mən ev arzusundayım. Hər kəs bunu bilir. Mən 5 ilim, mənim 1 ilim var ki, o evə sahib olum. 4 ilim gedib, 1 ilim qalıbdı ki, mən o evə sahib olum. İndi artıq o evə 1 ildə 200 minlik evi ala bilməyəcəyim ki, təbii real hədəflər qoymağı qarşınıza belirleyin mütləq və mütləq qoya bilmədiyim, ala bilməyəcəyimi artıq bildiyim üçün bu olduğum evi lüks remont etməklə bir növ xəyalımı dəyişdim. 5 illik hədəfimdə hər birini reallaşdırmışam. 5 ilin sonunda da Allahın izniyle o hədəfimi reallaşdıracağam. Ona görə də sonuçlara deyil, həqiqətən də işin mahiyyətinə odaklanmaq da sizi böyüdən, inkişaf edən nəticələrini edər. Sonuçlara deyil, sorunlara odaklanmaq. Bir də bəzən olur ki, deyir ki, sonuçlara odaklanma bir tərəfdən də deyir ki, sonuçlara deyil, sorunlara odaklanmaq da bizi bu yanlış prosesdə, bu yanlış gedişatda istədiyimizi almamamızı təmin edir. Məsələn, bu nə deməkdir? Məsələn, bugün mənim sorunlarım nədən ibarət? Sonuçlar nədir? Sonuçta mən istədiyim nəticələr alacağım, sonuçta mən istədiyim gəlirlərə sahib olacağım, sonuçta mən həyatımı dəyişəcəm, sonuçta mən ev alacağım, sonuçta mən maşın alacağım, sonuçta mən istədiyim bunlara sahib olacağım deyə düşüncəsində olmağıma baxmayaraq sorunlara odaklanıram. Nədir sorunlara odaklanmaq? Ay filan kəs bu sözü dedi, ay feşman kəs bu sözü dedi, filan kəs bu sözü dedi, filan kəs mənə belirlədi, filan kəs mənə bunu etdi, filan kəs bunu etdi. Yəni olunan sorunlara odaklanmaq da bizim ən böyük yanlışımızdır. Deyərsən ki, niyə, səbəb nədən ibarətdir? Deyim o zaman niyə? Məsələn, bir ailə modelini düşünün, qaynana, qaynata, yoldaş, istər. Yeni bir ailəyə gəlmisən və başlayırsan orada insanı yeni danışmağa, yeni tanımağa və başlayır sənin zaten qaynanan sənin mükəmməl olmayacaq, yoldaşın mükəmməl olmayacaq. Sən zaten başqa bir ailədən gəlmisən, çıxmısan, yeni bir ailəyə adaptasiya dövrünü keçirirsən və başlayırsan bu hər birimizdə %100 olub da. Bu qaynanan belə baxdı, yoldaşım mənə bunu niyə belə dedi, bu filan kəs bunu qaynatan mənə belə tərs bir söz dedi və biz sorunlara odaklanarıqsa da o yaşam tərzi, o ailə bizə cəhənnəm olar. Biz nağarırıq. Biz görməməzlikdən gəlirik, eşitməməzlikdən gəlirik. Məsələn, mən belə düşünürəm, baxıram ki, yoldaşım mənə də yalan danışıbdır. Biz birbirimizi nəyirik, birbirimizi örtbasdır edirik, birbirimizi məsələn anlamağa çalışırıq, başa düşməyə çalışırıq, nə üçün etdiyimizi dinləməyə, anlamağa çalışırıq və yaxud da ki, qaynan olaraq, ailə olaraq, bəs qaynanam mənə filan vaxtda bu söz dedi, filan vaxtda bu söz dedi. Onsuz da bunu mənə anam da deyir də. Anam zamanında mənə deyirdi ki, dur vəbşə, bütün gün yatacaqsan, nədir, qız uşaqsan, bu nədir, evi təmizlə, nağar neyinə, qaynan da gəlib o sözləri deyir. Yəni, nəyə deməyə çalışıram? Sonuçlara odaklanmaq yerinə biz sorunlara odaklanırıq. Ən böyük yanlışlarımızda da bu sektorda bizi dibə çəkən, yoran, bezdirən, sıxan və bizi sektor həyatımıza son qoyan ən önəmli prinsiplərdən də biri budur. Ya bunları dəftərə qeyd edib zamanında dinlədiyim təlimlər mənim qarşıma çıxanda bunların üstəsində necə gəlməyə bacardım? Təbii ki, bunların sayəsində gəldim ki, zaten bunlar mən bildiyim bir şeylər ki, mən bunlarla qarşılaşacağım və qarşılaşan zaman da daha təcrübəli və daha işinin peşəkarı olaraq ən az kar zərərlə aradan çıxmağı təmin etməliyəm. Sonra yanlış bəklənti. Ən böyük yanlış bəkləntilərimizdən biri xanımlarımızın ümumiyyətlə şəbəkədə bu proses, bu problemlər, bu gedişatlar çox təəssüf olsun ki, Azərbaycanda genel olaraq ümumi problemimiz budur. Daha tez nəticə, yanlış bəklentilər. Mən gəldim, oyda gələn kimi 5-6 aya rütbə açacağım, birilə rütbə açacağım. Ən böyük yanlış bəklentilər. Yəni ümumiyyətlə şəbəkədə 2 və 4 ay ara, 2 il və 4 il arası sən istədiyin nəticələri davamlı və disiplin şəkildə gedərsənsə, apararsansa, istədiyin nəticəni alarsan. Deyərsən ki, niyə? Çünki tanımadığımız bir sahədə, məsələn 4 il bundan öncə həqiqətən mənim üçün şəbəkə fərqli bir strategiya, fərqli bir inanc, fərqli bir fəaliyyət, fərqli bir sahə və heç ümumiyyətlə ağlımın ucundan gedə
bilməyəcəyim bir, yəni belə bir sahənin varlığından belə xəbərim olmadan ki, eşitmişdim, zaten eşitmişdim. Amma eşitmək insanın öz yaşaması tam fərqli bir qavramlardır ki, mən bura yeni bir daxil olanda əlbət ki, mən özümə zaman ayırıb, əlbət ki, mən özümə inkişafsızlıq, uğursuzluq, hər bir şeyi nəzərə alıb yol alıram. Çünki mən bir yol çıxıram və çıxdığım yolda adicə bu həyat, deyək ki, buradan gedirik mağazaya. Hər hansı bir çörək almağa, hər hansı bir, nə bilim, tələbatımızı ödəməyə gedirik və o getdiyimiz yolda bizim başımıza gələn qayıdıb dala qayıtmamız deyil də, onun üstəsindən gəlib də istədiyimizi almaq üçündür. Getdik, heç nə yox, elementar bir şey deyil. Yol keçəcək. Yol keçməyin üçün 10 dənə maşını gözləməlisən. Gözləməlisənmi? Bəli, gözləməlisən. O gözləyirsən ki, 10 dənə maşın keçsin, çünki sənin hədəfin gedib o mağazadan çörəyi almaqdır. 10 dənə maşın keçir, sonra o yolu keçirsən, keçdin. Keçdikdən sonra gözləyirsən, bir 10 nəfər kassanın qarşısında uçretdədir. Hələ elementar balaca bir şeyləri deyirəm. Həyatımızda baş verən, hansı ki, bizneslə əlaqələndirərək sizin daha aydın şəkildə çatmağını, daha aydın şəkildə fikir izah etməyə, təmin etmək üçün adına deyirəm. Yəni, bu adicə bu qədər yolu gedib, o qədər də insanı gözləyib və çünki mən istəyirəm o çörəyi alıb gətirmək. Bax, bu sahədə də belədir. Bizim yanlış bəkləntilərimiz, biz çıxdıq bir yola, düşünürük ki, bizim yolumuz pakülük gülistanlıqdır. Gedəcək, hər kəsə deyəcək, hər kəs bu işi qəbul edəcək, hər kəs gələcək, burada biznes quracaq. Deyil. Gedənlər, gələnlər, alınanlar, alınmayanlar, məsul irəz təşkil edənlər, etməyənlər, bu işi anlayanlar, anlamayanlar. Artıq siz bir yol çıxmışsınız və o yolda qarşınıza çıxan maneələrə deyil, o yolda qarşınıza çıxan maneələri aradan qaldırmağa fokuslanacaqsınız. Yəni, bəklentini tamamən qoyacaqsınız kənara ki, mən 1 ilə qazanacağım, 2 ilə qazanacağım, 3 ilə qazanacağım, sinarə 4 ilə altına maşın alıbdır, mən də alacağım. Deyil, deyil. Hər kəsin işləmə prinsipi, hər kəsin uğur hekayəsi, hər kəsin gedişatı. Mən bu günləri 16 saat çalışıram, sən amma mənə qədər 16 saat çalışmırsan. Ona görə nə edəcəksən? O prosesi deyil, problemə deyil, o bəklentiləri də kənara qoyub, sadəcə və yaşayacaq yoluna fokus olacaqsan. Yetenekleri geliştirmemek ve amatör qalmaq. Deməli, yetenekləri geliştirmemek nəyi nəzərdə tutulur? Hansı ki, məsələn, bir məhsulu təqdim etmək özü bir yetenəkdir. Qrupa səs atmaq özü bir yetenəkdir. Yeni bir video çəkmək özü bir yetenəkdir. Təlim keçmək özü bir yetenəkdir. İnsanlara çatmaq özü bir yetenəkdir. Sosial şəbəkələrdə insanlarla ünsiyyət qurmaq özü bir yetenəkdir. Çevrədən qeydiyyat gətirmək özü bir yetenəkdir. Adicə qrupa səs atıb fikirlərini bölüşmək özü bir yetenəkdir. Yəni, bu sizin bu sektorda o filan kəs gözəl danışır, mən gözəl danışmıram demək əvəzinə sən özün, hər zaman özünlə müqayisə et. Heç vaxt kiminləsə müqayisə etmə, çünki insanı batıran, insanı yoran, insanı sıxan, insanın istədiyi nəticələri almağı gecikdirən ən önəmli prinsiplərdən biri, ən önəmli önemlisi. İnsan kiminlə insan özünlə özünü müqayisə etməli. Dünən necə idi, bugün necə idi, sabah necə olmaq istəyir. Mütləq və mütləq bunu edəcəksiniz və olduğunuz nəyi bacarırsınız, o yeteneğinizi geliştirin. Amatör qalmayın. Yəni, olduğunuz yerdə qalmayın. Hə, mən bilirəm, çox gözəl dəvətlər edə bilirəm. Bu, ancaq Lalafodan gözəl dəvətlər edə bilirəm. Mən ancaq məhsul paylaşa bilirəm. Mən ancaq səhləşmə təşkil edə bilirəm. Mən ancaq təlim təşkil etməyə bacarıram. Mən ancaq bunları deyil. Hər birini minik yeteneklerinizi özünüzdən qürur duyun, özünüzdən fəxr edin və onu daha geliştirməyə, daha mükəmməlləşdirmək yolunda fəaliyyətinizi davam etdirin. Və bir də baxacaqsınız ki, artıq maşallah olsun ki, mükəmməl yerlərdəsiniz və istədiyiniz nəşələri bir şartılmağa təmin etmişsiniz. Vaxtın düzgün idarə olunmaması. Ən böyük prinsiplərimizdən də biri budur. Mən bunun daha bariz nümunəsini 4 illik sektor həyatımda gördüm. Deməli, 4 ildir mənim yadıma gəlmək ki, mən 1 saniyəmi belə hədər verəm 4 ildə. Hər günümü ona görə dəyərləndirirəm. Yəni, işimə görə dəyərləndirirəm. Hər hansı bir işimdə, ailəmdə keçirdiyim zaman təbii ki, xaric. Amma ümumiyyətlə, genel olaraq çalışdığım hər saniyəni dəyərləndirməyə. Amma bu erada, yəni bu 4 ildən sonra mən vaxtın necə su kimi axıb da boşu-boşuna sosial şəbəkələrdə, boşu-boşuna qruplarda, boşu-boşuna zaman harcadığımı və nəticənin həqiqətən də zamanı doğru idarə edərək daha çox çalışmağın və daha çox bacarmağın fəaliyyətini necə arxa plana atıldığını gördüm özümdə.
Ona görə də yəni çox çalışıram deyil, axşam oturuq başınızı yastığa qoyanda özünüzə sual verəcəksiniz. Həqiqətən də mən bu işdə uğurlu olmaq üçün ayırdığım zamanın neçə saatını səmərəli istifadə etmişəm. Əgər bu işi 5 saat ayırmışamsa 5 saatın ən azı saatlarını həqiqətən də səmərəli istifadə etmişəm. Yarım saat olmasa takıla bilərsə. Və yaxud da ki 10 saatin 9 saatını həqiqətən də səmərəli istifadə etmişəm. Onu sən bilirsən ki, səmərəli istifadə etmək haralıdır. Sonra bir də düzgün ünsiyyət, təbii ki, bu başqa bir qavramdır. Bunu inşallah gələn təlimlərdə bu haqda danışarıq. Ünsiyyət də önəmlidir. Çünki düzgün ünsiyyət daha çox kütləyə çatmaq, daha çox insana çatmaq və daha çox inancını qarşı tərəfə ötürüb buradakı imkanları dərk edib onları bu sektora dəvət etmək. Dəyişikliyə adaptasiya. Deməli, və bizim Home'da bu son dönemlər çox təəssüf olsun ki, genel olaraq hər kəsin bugün gedənlərin də getmə səbəbi də tam da bundan ibarətdir. Dəyişikliyə adaptasiya olmamaq və sanki dəyişikliyə adaptasiya olmaq yerinə başqa bir fikirlər ürətərək, başqa insanların yad insanların, bu sahədə olmayan insanların həmin insanlara verdiyi bir düşüncə tərzi olaraq dəyişikliyə adaptasiya olmamağı və çox təəssüf olsun ki, getməyə və yaxud da dayanmağı artıq nəzərdə tutulur. Amma mən bir şey nəzərinizə çatdırım ki, ümumiyyətlə, baxlar bir ailə modelini sizlərə məsəl çəkərkən bunu elə belə çəkmədim. Hansı ki, onsuz da bir gənc qız olaraq 15 yaşında, 18 yaşında, 20 yaşında artıq bir ailədən bir ailəyə adaptasiya olur. Bu bizim üçün asan da olmalıdır. Bəylər üçün biraz çətindir, qavram olaraq, beyin olaraq, amma qadın olaraq asan da olmalıdır. Çünki bizim zaten hər dönəmsel dəyişimə hazırıq. O ailə, yeni uşaq, sonra nəvə, sonra artıq o nəvələrə baxma. Yəni uzun sözün qısası adaptasiya dövrünü və dəyişik dövrünü biz qadın olaraq daha gözəl keçirməyi təmin edirik. Ona görə də beyin olaraq da kənardan gələnlərə deyil. Sizin həqiqətən də bu sahədə nə qədər uğurlu olmağınızı istədiyinizə baxın. Çünki kənardan mən keçən bir paylaşım paylaşmışdım. Sizdən az pul qazananlar və ya da heç pul qazanmağı bacarmayan insanlar sizi eleştirəcək, onu eleştirək və gedən insanlar da yaralı və həqiqətən dəyişimlə bağlı bir balaca arxa plana çəkilib də, çünki yaralı biz hər birimiz aslanıq, yaralı aslana çakallar saldıraraq çox asan da olur. Baxın bir belgesələ orada çox fikrimi yönətdiyim üçün, yəni oradan nəticələrimi, önerilərimi götürdüyüm üçün qeyd edim ki, aslana heç kim yaxınlaşa bilmir. Meşənin kralı aslana. Amma nə zaman ona çaqqallar yaxınlaşır? Yaralı olarkən. Yəni, yaralı olarkən belə mücadiləsi və mübarizəsi nəticəsində bir 10 dənə, 15 dənə çaqqal birlikdə gəlir o aslanı məhv etmək üçün. Olur ki, 10% çox təəssüf olsun ki, bacarır və bizim də burada bu Home'da dəyişiklik zamanı %10% insanlarımıza çox təəssüf olsun ki, yaralı zamanda çaqqallar saldırmağı bacarır, amma çox təəssüf olsun ki, gedib də istədiyi nəticələri almır və çox gözəl bir cümlə işlətdiniz Sərəxan. Ya xəstəliyim var idi, ya alımında problem vardı, ya uşaqlarla bağlı artıq dayandım deməyi çox təəssüf olsun bunu içi acıyaraq deyirəm. Çünki hər bir qadının uğur qazanmaq haqqa malik olduğunu və hər bir qadının Home Life sayəsində həqiqətən bu imkanlara sahib olduğunu bildiyim üçün içim içdən yanır. Amma həyat seçimlərdən ibarət deyib, sizlər seçimlərinizi doğru edəcəksiniz və inandığınız bir yolu da əsla və əsla o qulağınıza heç kimə yaxın qoymayacaqsınız. Nə də dilinizdən bir kəlmə söz çıxartmayacaqsınız. Çünki eşitdiyiniz hər sözü ilk siz eşidirsiniz, danışdığınız hər sözü ilk siz eşidirsiniz. Ona görə nə edəcəksiniz? Kar-kör lal olub, özünüzü gelişdirərək bu sahədə uğurlu olmağı da təmin edəcəksiniz. Məndən bu qədər. Gələn sərləşmələrdə, gələn təlimlərdə inşallah görüşmək ümidi ilə. Təşəkkür edirəm dinlədiyiniz üçün. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm, Çınarə edirəm.